Hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlər. Mən Elnur müəllim. Bugün, yəni 16 noyabr 2025-ci il tarixində keçirilən OTK sınağının izahına baxırıq. Sonra qədər izləyin. Eyni zamanda bizim tam ödənişsiz sınaq qrupumuzdan faydalanmaq üçün aşağıda qeyd edilən nömrənin WhatsApp-ına yazmanız kifayətdir. Həmçinin bu videonun ray bölməsində mən həmin sınaq qrupunun linkini də yerləşdirəcəm. Daxil olaraq birbaşa qrupumuzdan faydalana bilərsiniz. Keçək sualların izahına. Deyir sözlərin mənasını nəzərə alaraq ardıcıllığı müəyyən edin. Təbiətən dərrakəli, anlayıqlı və idraçlı ümumi söz deməkdir. Təbii ki, bu fəhimli söz, yəni biz ikini yazacağıq. Saxlamaq üçün birinə müvəqqəti verilən əşya, pul, bu əmanət sözüdür. 4 yazırıq. Birini qoruma, ona havadarlıq və qayğı göstərim. Təbii ki, bu himayədir. 1 yazırıq. Söz, xoş söz, tərifli ifadə, təbii ki, bu kompliment sözüdür. 3. Demək, bizim cavabımız olacaq 2, 4, 1, 3. 2, 4, 1 üstəvarın cavabı olacaq demək A variant 2, 4, 1, 3. Növbətə baxaq. Nümunə bağlı yanlış fikri göstərin. Deyir, elə bil nə vaxtsa yaşamışam mən, deyəsən bir zaman atım da olub. Nə vaxtsa döyüşə atılmışam mən, əlimdə qılıncım, qalxanım var. Baxaq. Deyir, tüm qrafiq yazılmış söz adlı halda deyil. Bəli, döyüşə çünki yönlük haldadır, doğrudur. Birinci misrada frozlu birləşmə işlənməyib. Elə bil nə vaxtsa yaşamışam mən, burada yoxdur. Dördüncü misrada yerlik halda olan söz həm də mənsubə şəkilçilidir. Əlimdə, bəli, əl, imdə. Bu ifadə həm mənsubət var, həm də yerlik halın şəkilçisi var. Doğrudur. İkinci misrada mənsubə şəkilçisi söz adlı haldadır. Deyəsən bir zaman atım da olub. Bəli, atım sözü mənsubətdir və adlı haldadır. Dördüncü misrada mənsubə şəkilçisi sözlərin hamısı adlı haldadır. Səhvdir. Çünki əlimdə sözündə mənsubə şəkilçisi var, amma o demək yerlik haldadır. 2 olacaq E variantı. Cümləni tamamlayıb bilməyən fikir müəyyən. Yaz isimə bax. Təbii ki, diqqət olun, burada bizə isim deyir. Yaz isiminə birbaşa dır şəkilçisi qoşulsa. Məsələn, yazdır, bahardır, qışdır bu mənada. Sözdə ahəng qanunu pozulmaz, bəli. Saatlərin bir uzun tələffüz olunaraq yanlışdır. Çünki yazdır sözündə demək vurğu birinci hecə düşür və heç bir uzanmadan söhbət gedə bilməz. Sözün tərkibində 3 cinniyyətli samit var. Təbii ki, bu sözün biz tələffüzünə baxırıq. Baxın, olur, yazdır olur, yazdı. Baxın, yazdı. Bu ifadə bəli, 3 cingil samit var. Y, Z və D doğrudur. Bütün samitlərin qarşılığı olur. Bəli, Y, Z və D qarşılıqları var. Sözün dəyişikliyi fərqlənir. Bəli, çünki R tələffüzdə itəcək. Bu da doğru fikir. Cavab alıcı demək B variantı. Bax, diqqətli oluruq. R tələffüzdə düşür. Buna biz diqqətli olmalıyıq. Gələk 4-ə. 4 uyğunluq müəyyən. 2 leksik 1 qrammatik şəkilçisi var. 1 leksik 1 qrammatik və yalnız 1 leksik şəkilçisi var. Qrammatik şəkilçisi yoxdur. Öncə mən kök şəkilçiyə ayırım, siz ona uyğun baxın. Qızartı son kök nədir? Yoldaşlar, baxın, qızar, tılar, dara, darak, məktub, laş, d və q, iş, işlə, işlək, dir, süz, gəc. Bu cür olur. Demək, 2 leksik 1 qrammatik şəkilçisi varsa əgər, təbii ki, işləkdir sözündən gedir. Birin qabağına yazdım D variantı. 1 leksik 1 qrammatik şəkilçisi deyirsə əgər, təbii ki, 1 leksik 1 qrammatik A-nı da yaza bilərəm. Qabağına 2'ye yazdım, təbii ki, A-nı yazdım. Digər uyğun gəlmir. Yalnız 1 leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur. Bu da təbii ki, B və E variantına uyğundur. E və B. Demək, 1D 2A, 1D 2A, 3B və E. Cavab olacaq demək C variantı. Ələmək sözünün fon xüsusiyyətlə bağlı cədvəli doğru fikirlə göstərin. Baxaq. Sözcük nədir? Əl, ələ, ələ, ələk. Baxın, ələk, bunu bir dəqiq yazım. Baxın. Demək, əl sözün köküdür, əl. Ələ 1 leksik, ələk 2 leksik, ələklə 3 leksik, ələklən 4 leksik, məndə məkdə qrammat. Demək, bu sözdə 4 leksik 1 qrammat şəkilçisi var. Deyir, doğrudur. Dəyişik yazıcı dəyişik arasında yalnız 2 fərqli məqam var. Olur necə? Ələklənmə sözü olacaq. Demək, ələhlənmə. Sözün burada tələffüzünü mən burada yazıram. Olur demək, ələk. Bax, çığ xışdırğa çevir. Ələk, ləm, mək. Demək, burada biraz kənara yazım. Siz daha dəqiq görəsiniz. Demək, təbii ki, burada fərqli tələffüzü qeyd edim. Demək, çığ çevrilir xışdırğa. 1. Ələhlənmək. N çevrilir. Demək, m-ya. Sonra çığ çevir təzyiyə də xışdırğa. Demək, 3 fərqli məqam var. Deyir, 2 fərqli məqam var. Yanlış deyir. Çünki 3 fərqli məqam var. Bunu istəyim, çünki bizə lazım olmadı bu. Cingitli samitlərin sayı, kar samitlərin çoxdur. Təbii ki, cingitli samitlərin sayı, kar samit çoxdur desə, cingitli samitlərin hansıda gəl qeyd edim. L1, L2, M3, növbəti M4. 4 cingitli samit var, 2 kar samit var. Demək ki, doğrudur. Kar cingitli samit qarşılığı işlənmişdir. Belə bir variant yoxdur.
Sonra qarşılığı olmayan, yalnız 3 samit işləmişdik. Qarşılığı olmayan samitlərimiz hansılardır? 4 samit var. Çünki 2 l-dır. Elə deyilmi? 2 dənə də m-dır. Yanlışdır. Hecaların ikisi saitlə bitir, səhvdir. Lək, lən, mək. Biri saitlə bitir, bu da yanlışdır. Doğrunun altına doğru 2, yanlışın altına yanlış 4 və 5, yəni D variantı. Gələk növbətiyə. Hansı bənddə sözlərin hamısı isimdir? Evdar və evdəki sifət. Elə deyil. Artıq və ya artmaq feil. Artıq məsələn sifət və ya da ədad. Təmizdir bu sifət. Təmizləmək feil. Düyün, düyü, düzəngah. Baxın, düyün isim, düyü isim, düzəngah isim. B variantı. Gülərüz sifətdir, gülümsər sifətdir və s. Cavab olacaq demək D variantı. Yazıcı dil tələffüzü fərqlənməyən sözlər göstərin. Kəsad olur kəsad. Elə deyilmi? Fərqləndi. Dialoqda olur nə? Dialoq fərqləndi. Bilərzik, xıştırıq olur, fərqləndi. Qiraət, bəraət, bikar, fərqlənmə yoxdur. Amma vaxtaşır olunca, vaxtaşırı t çevrilir. Bu sözdə t, d əvəzlənməsi baş verir. Bu da getdi, ya da qaldı E variantı. Cədvələ uyğun fikir müəyyən. Demək, ilk sözün son samiti cinnitli olsun. Nə zaman cinnitli olur? İkinci tərəf sait gəlsin. Quraqlıq illəri. 1. Şərik dostlar, kəpənək qanad ola bilməz. İlk son samiti kar olsun. İkinci tərəf samit gələndə. Elə deyilmi? İştirakda heç bir fərqi yoxdur. Yadda saxlayır. 2 olduğu kimi qalır. 4. Eyni zaman nə olacaq? Demək, məslək, sirri. 5. Səyətləri bu J olur. Olur cingit. Lazım deyil. Cavab olacaq demək. 1, 4 və 5. 1, 4, 5 yəni E variantı. Cədvələ uyğun fikir müəyyən. Onlar ikini layihə hazırlayırlar cümləsinin layihə sözü təsir çaldı. Bəli, layihə hazırları layihəni hazırlayırlar. Doğru, doğru qama doğru verir. Evi təmizləyib həyata çıxdı cümləsində ilk söz təsir haldadır. Bəli, doğrudur. Amma qabağına nə verib? Qabağına yanlış verib. Mənə lazım deyil. Bakı şəhərləşmə Bakı sözü adlı haldadır. Səhvdir çünki yiyəlik haldadır. Səhvin qabağına səhv verib. Səndən məni soruşublarmı cümləsində hal şəkilçili qəbul etmə 2 isim var. Səndən 2 isim deyir. Burada ümumiyyətlə isim yoxdur, yanlışdır. Qabağını doğru verib, istəmirəm. Qardaşı dünən şəhərə yola düşüb cümləsi ilk söz adlı haldadır. Bəli, onun qardaşı mənsubiyyət olduğu üçün adlı halda doğru, qabağından da doğrunu verib. Demək, bizim cavabımız hansı olacaq? 1, 3 və 5. 1, 3, 5 sənin doğru cavabın. Çünki doğrunun qabağını doğru verib, yanlışın qabağından da yanlış verib. 10. Hansı sözün amon məna tayları eyni nitq hissəsinə aiddir? Bax, cırın bir məna tayı feildir, bir məna tayı sifətdir. Cır balaca. Lazım deyil mənə. Nəfis söz, müxtəsər sözü, bir məna tayı belə deyək də, müxtəsər cümlə, bir məna tayı sifətdir, bir də var modal söz, müxtəlif nitq hissəsi. Lazım deyil mənə. Jal sözü istənilən halda isimdir. Bir jal atın boyundakı tükə deyirlər, bir də itə verilən yeməyə deyirlər jal. Əsər sözü, mən əsər yazmışam, isim də səndən əsər qalmadı, yenə də isim. Qayın sözü ağac növündə də isimdir. Eyni zamanda qayın sözü qohum mənası olanda isimdir. İstənilən halda isimdir. E variantı. Oynaq sözü həm sifət, həm isimdir. Bəstə sözü həm isimdir, həm də bəstə balaca demədir, sifətdir. Mənə lazım deyil. Cavab olacaq demək yal, əsər və qayın. Kəndə qayış mətni təbii ki siz oxuyubsunuz. Mən birbaşa cavablara keçəcəm. Çünki siz oxumusunuz, vaxt itirməyək. Demək, deyək birinci abzasdakı nöqtəyin yerinə hansı ifadə yazıla bilər? Bax, təbii ki biz burada bizə deyir ki, qatar ikisi dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından atıldı. Əşrəf hara atıla bilər? Demək uşaqlar, platforma sözünün mənalarını bir-bir deyim, sonra uyğunlaşdım. Platforma demək qatarda kiçik xüsusi vaqonlara deyirlər. Bu vaqondan atılır, vaqondan vaqona atılmayıb. Ona görə olmayacaq. Göyərti gəmidə olur, təbii ki. Balkon evdə olur, təbii ki o balkona atılanmaz. Vestibül də hər hansı muzeydə, sarayın giriş hissəsinə deyilir. Bu da lazımdır. Bizə lazım olacaq dəhlizə. Dəhlizə, yəni koridora dəhlizə atılır və oradan demək çıxışa doğru gedir. Yəni deyirəm, platforma sözü vaqona aid olan termindir. Sadəcə olaraq vaqonda, qatarda xüsusi bir vaqondur. O vaqona atılmıyor, o vaqondan çölə atılıb, tamam mı? Yəni gedir də dəhlizə atıldı, oradan da çıxıb yəni artıq demək Əşrəf çölə çıxırdı. Vaqona atılar, vaqonun hər hansı bir bölməsinə atıla bilməz. O çölə çıxırdı. Ona görə dəhliz olacaq. Mətn məzmununda yanlış fikir göstərin. Baxaq, stansiyada gəziləmə üçün yer olmadığında Əşrəf yola düşür. Bu səhvdir. Yer var. Hətta gözətçi deyir ki, qalıb burada. Bu yanlış fikirdir. Əşrəf kasıb bir kəndin övladı səhvdir. Çünki ağa, bəy, mülkədar övladı. Çünki onu qarşılamağa xüsusi nökər gələcəkdir. Bu da yanlışdır. Qatardan düşəndə Əşrəfin hər hansı yükü olmur. Səhvdir. Çünki əlində çamadanı da var idi. Bu da səhvdir. Stansiya ilə Əşrəfgil kəndi arasında çayda var idi. Çünki mətndə deyir ki, bax burada Əşrəf deyir ki, mən gecə kəndi çatsam da çayı keçə bilməyəcəm. Çünki Kür çayı var idi onların. Demək, kənddən nədir bu stansiya arasında.
Bax, burada belə bir cümlə var. Deyir ki, mən kəndə çatsanda çay keçə bilməyəcəm. Baxın, deyir ki, birtəhər sahilə çatsam da körü keçə bilməyəcəm. Gördün mü? Yəni, çay da var olan, demək, kəndləri ilə getdiyi yer arasında bu doğru fikirdir. Əşrəfin geyimli yeri cəmaatın ənənəvi geyimdə uyğun deyildi. Bəli, çünki atası demişdi ki, rus geyimini dəyək, kənddə cəmaatın xoşuna gəlməz. Bu da doğru. Cavab olacaq 1-2-3, yəni B variantı. Mətn səsən doğru kimi idi. Hadisə qış fəslində cərəyində səhvdir, çünki yaz fəslində baş vermişdi, hər yer yaşıllıq idi. Əşrəfin Qoridən kəndlərinə gəlməsi ilk dəfə deyildi, bəli, çünki əvvəllər qardaşı onu qarşılamışdı. Demək ki, doğrudur. Bəli, doğru fikirdir. Gözətçi cavan olduğu üçün bu yerlər yaxşı bələd deyildi, gözətçi yaşlı idi, səhvdir. Əşrəf əraziyə tam bələd olmadığı üçün səhvdir, çünki deyir ki, mən buranın hər cığırına, hər yoluna bələdəm, yanlışdır. Əşrəfi qarşılamağa həmişə vaxtına gələn Tapdıq, həmişə Tapdıq gəlməzdi. Çünki həmişə qardaşı gələrdi, bu dəfə Tapdığı göndərmişdi. Bu da yanlış. Sənin cavabın olacaq demək B variantı. Əşrəfin Qoridən kəndlərinə gəlməsi ilk dəfə deyildi. Çünki o deyir ki, həmişə məni qardaşım qarşılayırdı. Bu dəfə niyə görə qardaşım gəlməyib? Tamam mı? Bəs deyir ki, mənim qabağıma həmişə o gələrdi, yəni Şamxal gələrdi. Bu da onu göstərir ki, o kəndlərinə birinci dəfə deyil getmə əvvəllər də gedib. Demək, cavab olacaq 13-də B variantı. 14-də baxaq. Mətn əsasən cədvələ uyğun fikirlər müəyyən edin. İlk cümlə çıxarsa heç bir məzmun dəyişikliyi baş verməz, yanlışlıqdır. Çünki ilk cümlə deyir ki, qatar yavaşıdır. Qatar yavaşmadan Əşrəf vaqondan qatardan özünü yerə ata bilməz. Mütləq yavaşlamalıdır, atılsın. Ona görə birinci cümlə çıxarsa məzmun dəyişikliyi baş verməz fikri yanlışdır. Məcaz məna ifadə işlənmişdir, təbii ki, işlənilmişdir. Son abzas 2 abzas şəklində verilmişdir, yanlışdır. Çünki bir abzasdır. Obrazların nitqləri monoloqda təqdim. Monoloq yadda saxlayaq, bir nəfərin danışığıdır. Monoloqdur, dialoqdur, 4 yanlışdır. Nəticə hissəsində mətn məzmunu ilə bağlı olmayan cümlə işlədilmişdir. Belə fikir yoxdur. Hadisələrin müxtəlif təhkiyəsində və hadisələr müəllif təhkiyəsində və obrazların danışığına verilir. Bəli, obrazda məsələn Əşrəfdən Tapdığın danışığı var, Əşrəfdən Gözətçinin danışığı var. Eyni zamanda müəllifin də danışığı var. Məsələn deyir ki, qatar dayandı, Əşrəf nəsrinin vaqonundan düşdü və s. Bunlar da doğrudur. Demək, sənin doğrunun altında doğru, 2 yanlışın altında yanlış isə 4 və 5. 2, 4, 5 sənin demək doğru cavabındır. Gələk 15-ə. Deyir, bu yaxınlarda kənd yox idi cümləsini biz hara artıra bilər? Təbii ki, burada gözətçinin dediyi ifadəyə artıracağıq. Deyir ki, baxın, qatar yola salan gözətçi səhər çağı tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdən sonra təəccübləndi. Bu yaxınlarda kənd yoxdur. Bu vaxt o hara gedəcəkdir? Bax, yazırıq ki, bu yaxınlarda kənd yoxdur, bəs o hara gedəcəkdir? Bax, bu sualın əvvəlində biz yaza bilər ki, bu yaxınlarda kənd yoxdur, bəs Əşrəf hara gedəcəkdir? Demək, 15-də olacaq, D variantı. Mətn üzrə rəqəm yazılmış sözlərin mənasını yazın. Mən şifahi şəkildə deyəcəm, siz qeyd edin. Təbii ki, burada bir jəhər sözüdür, bir də cilov sözüdür. Siz bunu təbii ki, bilirsiniz. Jəhər nə deməkdir? Atın üzərinə oturmaq üçün qoyulan əşyadır. Atın üzərinə oturmaq üçün qoyulan hər hansı bir əşya və yaxud da atın üzərinə qoyulan, oturmaq üçün qayışla bərkidilən, kəmərlə bərkidilən hər hansı bir əşyadır. Cilov isə atın başına keçirilən, atı idarə etmək üçün hər hansı bir kəmər. Belə yaza bilər ki, atın başına keçirilən, atı idarə etmək üçün olan kəmər yaza bilərsiniz. 17. Deyir çərçivədə verilmiş ifadənin cümlədə fəaliyyətin Əşrəfə aid olmadığını müəyyən edin. Baxaq, Əşrəfə aid olmadığını mən sizə deyim. Deyir ki, Əşrəf dərdini alım, sənsənmi? Onlar atdan düşdülər. Deyirəm ki, bax, niyə görə bu ifadə Əşrəfə aid deyil? Burada yazıram ki, çünki Əşrəf atla gəlməmişdi. Bax, qeyd edirik ki, çünki Əşrəf atla gəlməmişdi, Əşrəfin atı yox idi. Təbii ki, atla gələn onu qarşılamağa gələnlərdir. Deyir ki, əsaslandırın. Yazıram ki, Əşrəfin atı yox idi, o piyada meşə ilə irəliləyirdi. Yazırsam, bura gedir. Sonra müqayisə cədvəlinə baxaq. Təbii ki, kənddən qayıdış bizim mətnimiz demək bədii üslubdadır. Buraya yazıram bədii. Və bədii üslubun xüsusiyyətləri yazıram. Məcazilik var, obrazlıq var. Təbii ki. Sonra mənim digər üslubum bu yazıram nə? Rəsmi üslubdadır. Məcazilik, şifahi deyirəm, məcazilik olmur. Yazırsa məcazilik olmur. Rəsmi üslubdadır. Rəsmi sənədlərin dilidir və s. Ümumi cəhətkimi yazırsan ki, hər ikisi ədəbi dilin qayda qanuna tabidir. Hər ikisi ədəbi dilin üslublar sisteminə aiddir. Bir daha deyirəm. Kənddən qayıdış mətni bədii üslubdadır. Məcazilik var. Aydın və anlaşıqlıdır. Konstitusiya bu mətin, digər tərəfdə verilmiş mətin. Yazıram, rəsmi üslubdadır. Rəsmi sənədlərin dilidir. Məcazilik olmur və s. Ortaq cəhət kimi yazıram isə mən bura, hər ikisi ədəbi dilin qayda qanuna tabidir. Hər ikisi ədəbi dilin üslublar sisteminə daxildir yaza bilərsin.
Gəliş 19-a. Altdan xətt çəkilmiş cümlədə mətn məzmunu ilə ziddiyyət təşkil edən məqamı müəyyən edib düzəlişlər etməklə cümləni yenidən yazın. Cümləni mən yenidən yazmalıyam. Gəlin baxalım. Demək, altdan xətt çəkilmiş ifadə. Deyir, qatarı yola salan gözətçi səhər çağı tək qalan sərnişinə baxdı. Təbii ki, bu səhər çağı yanlışdır. Çünki axşam üstü olmalı idi. Mən yazıram ki, axşam çağı yazmalıyam. Təbii ki, çünki hadisə səhər çağı baş verməmişdir. Çünki Əşrəf hava qaralmışdı. Əşrəf meşənin içərisində hava qaranlıq olanda irəliləyirdi. Təbii ki, mən səhər çağı sözünün axşam çağı ifadəsini əvəz etməliyəm. Bunu da sizə dedim. Təbii ki, gəldik 20-yə. Deyir, əvvəl Roma rəqəmi yazımı ifadələr əsasına cədvəl tamamlayın. 1 və 2-yə baxaq, ona uyğun mən fikirlər yürüdəcəm. Demək, 1 və 2-yə baxaq burada. Demək, qanad açıb uçmaq məcazi, meşəyə çatmaq həqiqi. Demək, 1-ə yazıram poetik, 2-yə yazıram, demək, informativ. Demək, 2-də informativin altından qoyuram, bir də poetikin altından qoyuram. Məndəki ifadənin mətndəki fərqli mənada. Təbii ki, uçmaq orada poetikdirsə, mən ifadəni həqiqi mənada işlədəcəm. Bunun qarşısında yazıram ki, quşlar uçdu. Baxın, yazıram ki, quşlar uçdu. Bu həqiqi. Təbii ki, orada çatmaq informativdirsə, mən onu məcazi işlədirəm. Yazıram ki, fikrim çatdı. Baxın, yazıram ki, fikrim çatdı. Təbii ki, mən qısa-qısa yazıram. Yazıram, fikrim çatdı. Təbii ki, aydın oldu mu necə? Bax, buna da siz diqqətli olmalısınız. Bu belə. Gəliş növbəti mətni. Mətni təbii ki, siz oxuyubsunuz. Mən bir daha sualları keçirəcəm birbaşa. Deyir, mətnə əsasən cədvəldəki uyğun müəyyən. Doğrudur, ehtimaldır, yanlışdır. 21 avqust 2025-də Kəlbəcər rayonu işğaldan azaddır. Təbii ki, bu yanlış fikirdir. Çünki bizdə demək 2020-ci ildə bunun azad olması haqqında mətnimizdə fakt var və diqqətli oluruq. Nəhayət 2020-ci 2 noyabrında Kəlbəcər azad olundu. Sadəcə 25-ci il artıq ora köç başlayıb. Təbii ki, bu bir yanlışdır. Bir sənin cavabın heç bir halda ola bilməz. Bir cavabını birbaşa silirəm. Kəlbəcərdə insanları İslamın yayıldığı dövrdən başlayaraq məskunlaşmağa başlayıblar. Təbii ki, mən burada görürəm ki, bizə burada İslamla bağlı fikirlər var burada. Baxın, deyir ki, buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın və 7-ci əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Demək, burada daş abidələrin yaradılmağı var. Təbii ki, biz orada insanlar orada məskunlaşmağı İslamdan əvvəl olub. Tamam mı? Yəni İslam dövründə orada daş abidələr yaradılıb. Sənə demir ha, orada insan məskunlaşıb. İnsan məskunlaşıb məlumat yoxdur orada, yəni bu ifadədə. Sadəcə bizə deyir ki, daş abidələr məhz o dövrdə yaradılıb. Tamam mı? Bax, bunu biz diqqətli olacaq. Demək, 2 də yanlışdır. Mən cavabını 2-də sildim. Avtomatik sənin cavabın çıxdı artıq. 1976-cı ildə Kəlbəcər ilk qayə təsvirləri edilmişdir. 76-cı il ilk qayə təsvirlər görək 76-dadır. 76-da qayə təsvirləri yoxdur burada. İndi mən sizə göstərəcəm. Deyək ki, 76-cı ildə Kəlbəcər qayə təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan ən qədim yaşayış yerlərindən biri aşırıb. 76-cı ildə yaşayış yeri aşkar edilib. Tamam mı? Diqqətli olacaq ki, yaşayış yeri aşkar edilib. Demək, 3 yanlış. 68-ci ildən rayonun Şorbulaq və Ağ yataq ərazilərində qayə təsvirləri öyrənilməyə başlanılıb. Bu da yanlış fikirdir. Təbii ki, çünki 68-ci ildə başqa bir hadisənin baş verdiyini görürük. Ehtimala baxaq, BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsinin əsas səbəblərindən biri Kəlbəcər işğal olub. Təbii ki, işğaldan sonra qəbul etsə, mən təbii ki, deyə bilərəm ki, bu ehtimaldır. 5. İslam dini Azərbaycanın 7-ci əsrdə yayılma başlayıb. Bu İslam dininin yayılmağı var, amma sırf Azərbaycanla bağlı bir fakt burada yoxdur. 3, 4, 5 sənin düzgün cavabın olacaq. Gələk 22-yə. Mətnin altına xətt çəkilmiş sözlərin heç birinin şərtinə uyğun deyil. Təbii ki, orada olan sözlər hansılardır? Mən bir daha onları. Demək, orada yataq sözü var. Yataq sözü nə deməkdir? Fayda qazıntılarının toplandığı yerdir. Sonra bizim təbii ki, orada demək, antik varımızdır. Antik qədim Yunan və Romada mədəniyyət aid faktlar deməkdir. Bu da getdi. Sonra bizdə orada təbii ki, diametr sözü var, səhv etmirəmsə. Baxaq ora, diametr sözü var. Antik. Sonra meydana gəlmək sözü var. Təbii ki, onu da qeyd edək. Meydana gəlmək, yaranma əmələ gəlmək deməkdir. Bunu da sildim. Sonra bizi burada diametr var. Diametrdə o figurun dairəsində, yəni dairəni 2 hissəyə bölən xətt demək. Təbii ki, riyaziyyatçı daha dəqiq bilərlər. Bu da var. Təbii ki, A variantından heç bir fikir yoxdur. Demək, bizim sözlərimiz yataq sözü B-yə uyğun gəldi. Əmələ gəlmək C-yə uyğun gəldi. Diametr D-yə uyğun gəldi. Antikdə E-yə uyğun gəldi. A variantına uyğun heç bir fakt yoxdur. Mətndə bununla bağlı fikir yoxdur. Kəlbəcər su hövzələrinin boyunca çoxlu qədim süni mağaralar mövcud. Təbii ki, bu var. Mən onu sizə göstərəcəm. Baxın, su hövzələri boyunca. Baxın, burada deyir ki,
burada Tərtar çayı boyunca qədim süni mağaralar var. Təbii ki, Tərtar çayı su hövzəsidir, var. Kəlbəzə qızıl yataqların istismar olunmağı, bu haqda məlumat yoxdur, yəni daşınması və ya istifadəsi. Kəlbəzə insanlar lap qədim zamanda yaşayıb, bəli, çünki bunu arxeoloji qazıntılarda sübut edir. Azərbaycanın ən yüksək dağ rayonu arxeoloji tədqiqat aparılıb, təbii ki, Kəlbəcərdən söhbət gedir. Kəlbəcərdə qədim mədəniyyət nümunələrinin olduğunu deməyə əsas verən faktlar var, çünki arxeoloji qazıntılar orada aparıb. Sənin cavabın olacaq B variantı, çünki qızıl yataqların istismarı ilə bağlı heç bir məlumat yoxdur. Gələk 24-də mətn əsasən fikirlərin birinin dəqiqliyini təsdiq etmək olar. Kəlbəcər rayonu 1936-cı yaradılıb. Kəlbəcər rayonu yaradılmağı ilə bağlı mənim mətnimdə hər hansı bir fakt varmı? Belə bir fakt yoxdur. Beynəlxalq əhəmiyyətli qərar uzun müddət reallaşdı bilmir. Bəli. Yəni BMT-nin, bax yazılı saxlayır ki, BMT-nin qərarı uzun müddət reallaşdı bilmir. Bu da sənin mətnində olan sübutur. Baxın. Deyir ki, BMT 822-ci saylı qətnamə qəbul edib, amma uzun illərdən sonra, baxın, uzun illərdən sonra Kəlbəcər rayonu işğaldan azad edildi. Nəhayət uzun illərdən sonra. Yəni BMT-nin qətnaməsi nə idi? İşğaldan azaldı, yəni boşaldılsın. Dərhal işğaldan azad olunsun və yaxud da həmin ərazidə işğalçı qüvvələrdən boşaldılsın. Boşaldılmalı ki, uzun illərdən sonra 2020-ci ildə boşaldıldı. Mən buna əsas deyə bilərəm ki, BMT-nin qətnaməsi belə deyək də əsassız qaldı. Yəni yerinə yetirilmədi. Ona görə B-nin demək uyğun cavabı var. Azərbaycanın ən qədim yaşayış məskəni Kəlbəcərdə tapılıb. Ən qədim yaşayış məskənlərindən biridir. Demir ha, Kəlbəcərdə biridir. Bu da deyil. İbtidai insana aid əmək alətlərə tapılıb ilk yer. İbtidai insana aid əmək alətləri ilk yer Kəlbəcərdə deyil. Azərbaycanda Kəlbəcərdə, amma dünyada başqa yerlər ola bilər. Azərbaycan yeganə civə yatağı Kəlbəcərdə yaşayır. Təbii ki, bu mətndə heç bir fakt yoxdur. Kəlbəcərdən başqa Gədəbədə və digər yerlərdə də var. Bu da yanlış fikirdir. Hansı faktlar mətndə yoxdur? İşğal dövründə məcbur köçkün düşmüş Kəlbəcərlilər indi rayona qayıdırılır. Bəli. Çünki onunla bağlı hətta cənab prezident onlarla görüşməklə bağlı fakta var. Demək bir doğrudur. Bir mənim cavabımda ola bilməz. Mənə deyir ki, yoxdur lazımdır mənə. Təbii ki, mən bir yerə cavabımdan silirəm gedir. Azad edilmiş Kəlbəcərdə yenidən qurma işləri aparır. Bəli, yenidən qurma işləri də var. 2-də çıxdı. Avtomat sənin cavabın çıxdı. 27 sentyabrda başlanan uğurlu əməliyyat. Mən mətndə müharibənin 27 sentyabrda başladığını yəni əməliyyatın 27 sentyabrda başladığını halat heç bir faktım yoxdur. 3. Kəlbəcərdə bir sürü istedadlı insanlardan da söhbət getmir. 4. Rayonu tərk etməyə məcbur qalan Kəlbəcərlər əsasən Aran zonası məskunlaşmışdır. Belə məlumatda yoxdur. 3, 4, 5 sənin demək düzgün cavabındır. Gələk 5-ə. 5-ci abzasda mətnin üslubunun səciyyəvi xüsusiyyətləri üçün xarakterik olmayan cümləni yazın. Təbii ki, bizim mətnimiz publisistik üslubdadır, amma mən burada sizə cümlə göstərəcəm ki, həmin cümlə demək publisistik üslubdadır, o bədii üslubdadır. Gəlin biz bura baxaq. Demək baxın, bu cümləni diqqətli olun. Demək, bu cümlə artıq bədii üslubdadır. Qoy buranı silim, siz daha dəqiq görəsiniz. 5-ci abzasda bax bu cümlədir. Baxın, deyir tarixin dərin qatlarına günümüzə qonaq gələn, tarixin dərin qatlarına gəlmək məcazi. Bu tikililərin divarları, qaya parçalarını və çay daşları hörmüşdür. Tarixin dərin qatlarına günümüzə gəlib çatan. Bax bu cümləni götürübsən, yazırsan bura. Mənə deyir ki, birinci cümləni yaz. Təbii ki, mən cümləni yazacağam bura. Demək, mən cümləni yazıram bura və əsaslandıram ki, bu cümlədə tarixin dərin qatlarına buraya yazıram ki, tarixin dərin qatlarından gələn. Bu ifadə məcazilik var. Məcazilik də bədii üslubun göstəricisidir. Publisistikin göstəricisi deyil, tamam mı? Cümləni yazdım və əsaslandıram ki, bu cümlədə məcazi mənə ifadə olduğu üçün bu cümlə bədii üslubun göstəricisidir. Publisistin göstəricisi deyil, tamam mı? Bu belə. Altıncı abzasdakı nöqtənin yerinə uyğun söz yazın. Gəl, yazaq uyğun söz altıncı abzasda. Təbii ki, deyir ki, qətnamə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycan digər işğal edilmiş rayonlarına dərhal çıxarılmasını tələb edirdi, göstərirdi və yaxud da əmr edirdi kimi yaza bilərsən. Tamam mı? Buraya yaza bilərəm, tələb edirdi, göstərirdi, əmr edirdi və s. Bu belə. Sonra, neçənci abzasdan yeri dəyişdirilsə, mətnin təkisi arasında əlaqə bərpa olunur. Təbii ki, bu da 6 və 7-ci abzaslarda. Niyə görə? Mən sizə bir daha burada göstərəcəm. Çünki baxın, diqqətli oluruq ki, bizdə burada, demək, 6-cı abzasda Kəlbəcərin işğaldan azad olunmağından gedir söhbət. Sonra gəlir 8-ci abzasda yenə də işğaldan sonraki dövrdə. Amma bunların arasında qalan 7-ci abzas işğal dövrüdür. Birinci işğal olundu 93-də, sonra işğaldan azad olundu 2020-də. Və mən 7 ilə 6 yerini dəyişməliyəm ki, məzmun və zaman ardıcıllığı uyğun gəlsin, tamam mı? Mən demək,
Yazacağım ki 6 və 7-nin arasında yeri dəyişdirilməlidir. Gələk növbətiyə. Daha doğrusu, üzr istəyirəm, 28-də bu 6 və 7-ci arası olacaqdır. Çünki mən 27-ni bayaq dedim. Gələk sonra 29-cu suala. Deyir, müddəa fakt. Kəlbəcər arasında türklər qədim zamanlarda məskunlaşmışlar. 2 fakt göstər, 2 faktına baxın. Türklərin yaşamağına aid baxın. Burada mən sizə 2 fakt göstərəcəm. Niyə görə? Çünki baxın, yazıram ki, bax bu cümlələri sən götürüb o rahat şəkildə yaza bilərsən ki, sənin düzgün cavabın alınsın. 1. Kəlbəcər arasında 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilir. Bax bu cümlənin biri. Buraya yazırsan, təbii ki, yəni ən az yaza bilərsən 1. Bunu 2 hissəyə bölüb yaza bilərsən də. 30 min ildən çox tarixi olan qədim yaşayış məskəni aşkar edilir. 2. 6 min yaşı olan qaya təsvirləri və qədim türk əlifbası var. Bax bu cümləni sən 2 yerə bölüb rahat şəkildə ora faktın birinə və ikisinə yaza bilərsən ki, sənin düzgün cavabın alınsın. Gələk növbətiyə. Mətndə bütün qərar verilmiş sözə əsasən cədvəl tamamlayın. Bizim bütün qərar verilmiş sözümüzə bir baxaq. Öncə, təbii ki, deyək ki, geoloji dövrlə bağlıdır. Bağlı sözü burada təbii ki, əlaqədar sözünün sinonimidir. Sözün mətnində kənar fərqli mənası. Məsələn, yazıram ki, qapalı. Bağlı yazıram qapalı. Qapalı. Deyək ki, həmin sözün cümlədə işlədilməsi. Yazıram məsələn, qapı, bizim qapı qapalı idi. Bağlı idi. Tamam mı? Yazıram ki, bizim qapı, baxın yazıram ki, bizim qapı bağlı idi. Bağlı idi. Yəni, qapalı idi mənasında işləyəcək. Orada təbii ki, bağlı sözü əlaqədar sözünün sinonimidir. Amma burada bağlı sözü qapalı mənasında işlətdim. Belə dəyərli abituriyentlərimiz, diqqətinizə görə təşəkkür edirəm. İnşallah bütün sınavların izahını mən Elnur müəllim bir-bir sizə təqdim edəcəm. Diqqətinizə görə minnətdaram.